gün müzakirə edilən məsələlərdən biri də evi olmayan vətəndaşların mənzil əldə etməsi ilə bağlıdır. Belə ki, ev sahibi olmaq istəyənləri düşündürən suallar var. İpoteka ilə ev almaq daha sərfəlidir, yoxsa istehlak krediti ilə? Qeyd edilir ki, ipoteka daha uzun müddətli və aşağı faizli olsa da müraciət və sənədləşmə prosedurları əksər hallarda çətindir. Rəsmiyyət məsələsi və s. var. İstehlak krediti isə baha başa gəlir. Vətəndaş üçün çıxış yolu nədir? Kəsin rəsmi gəliri yoxdursa, ipoteka və ya alternativ ev alma yolları hansılardır? Ölkə az qeyd edir ki, Global Info azad danışan iqtisadçı Emin Qəribinin sözlərinə görə elə istehlak kreditləri var ki, ipotekadan daha səfəlidir. Bu bildirib ki, bəzən banklar pul verən vaxt müəyyən güzəştlər tətbiq edirlər. İnsanlar daha çox güzəştli kreditə müraciət edirlər. Başqa tərəfdən isə bəzən elə olur ki, vətəndaşlar ipoteka krediti üçün sənəd toplayan vaxt əziyyətlə qarşılaşırlar. Nəticədə də istehlak kreditinə üst tuturlar ki, sənədləşmə işinə vaxt sərf etməkdənsə bundan yararlanaq. Orada faiz də çox olmur. Ancaq bugün sosial ipoteka da var. Verilişlərin birində bank işçisi dedi ki, bəzi banklarda xüsusi proqramlar üzrə istehlak və ipoteka kreditləri sosialdan da sərfəli olur. Təyin məsləhətli olub-olmaması isə vəziyyətə görə dəyişir. İqtisadçının dediklərinə görə rəsmi gəlir olmadan da ev əldə etmək mümkündür. Əslində rəsmi gəlir olmadan ev almaq olur. Onlar elə istehlak kreditdən istifadə edirlər. Ancaq istehlak da ev almaq istəyən şəxsə şərt qoyur. Gəlir mütləq yaxşı olmalıdır və s. İstehlak krediti o boyda məbləği elə belə vermir axı. Gəlirlər mütləq yoxlanır.